Hərdən düşünürəm bu son 3-4 ildə neçə restoran gəzmişəm və təsəvvür edin hələ də məni təəccübləndirən məkan var. Bura ilə bu gün getdiyim Lemon restoranıdır. Yeməklərin təqdimatından tutmuş dadlarına qədər çox qeyri-adi idi. Yəqin bu videodan da bilinir. Fərqli yeməklərdən Leonardo'nun mütləq sınayın. Xırçıltılı qızıl balıq qəlyanaltısı da əla idi. Toyuqlu krispi salatında qeyri-adi sosdan istifadə etmişdilər, çox bəyəndik. Ümumiyyətlə salatların hər biri qeyri-adi idi, sosu fərqli idi deyə tamam başqa bir dad yaranmışdı. Ləvəngi sevirsinizsə, fərqli tərzdə Lemon Special-ı mütləq sınayın. Ördək əti ilə aram olmasa da bunu burada çox təriflədilər, çölmə ördək adlanır. Əti o qədər yumuşaq bişmişdi ki, dadanda sanki ləzzətli bir mal əti yeyirdiniz. Yenə də fərqli qozlu sosdan istifadə etmişdilər, yeməklər mükəmməldir. Məkan çox genişdir, bir neçə zalı var, hətta ayrıca ailəvi zalı da var. Kabinetləri inanılmaz gözəldir və təsəvvür edin tamamilə depozitsizdir. Otaqlarda karaoke və PlayStation belə var. Banket zallarında rahatlıqla nişan, ad günü, özəl günləri qeyd edə bilərsiniz. Uşaqlar üçün ayrıca əyləncə zonası belə var. Ümumilikdə çox gözəl, zövqlü bir məkandır. Yeməklərini isə özünüz də gördünüz. Təqdimatından tutmuş ləzzətinə qədər hər şey yerli yerində idi. Bir sözlə bura getməyinizi çox tövsiyə edirəm. Aşağıda səhifələrini də qeyd edəcəm.